Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisidir. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, niyə ali təhsil müəssisələrində, yəni universitetlərdə vəziyyət etik cəhətdən 70, hətta 75% pis vəziyyətdədir. Baxırsan ki, tələbə qız yaxud tələbə oğlan elə bir geyimlə keçimdədir. İndi oğlan cəhənnəm, indi açıb qoysa baxan yoxdur. Elə bir geyimdə gəlirlər ki, elə bil ki, bu pub barlara gedilir. Hətta o dərəcə biabırçılıqdır, crop geyimlər, qısa şortiklər, indi hətta yaya doğru geçsin, may ayı artıq iyun imtahan sessiyalarında vəbşə biabırçılıq. Bu evindən göndərən bunun anası da tərbiyəsizdir, dədəsidir, yoxsa bu belədir. Əksində bir məqam var. Bir məsəl var, deyir, dalı haftafa görməyənlər xor edir məsələdir. Rayondan gələn bəziləri şəhərin ab-havasını gördükcə sanki Londona gəliblər, Bakıya gəlmişsən də, bəlkə Vaşinqtona da gəlmişsən, aldanırsan, gələn kimi soyunu tökmələr başlayır. Anası burada yox, dədəsi burada yox, kül sənin baş və sənin boyu bir yerə soxum. O da elə bilir ki, oxumağa getmişsən. Demirəm, orada hoqqa çıxartmağa gəlmişsən. Və nəticə etibarı ilə da həmin alçaq tipdə olan qız gedir hər hansı bir loxum biri ilə, bu da nə bilsin, eləsi var ki, əksinə araşdırma zad da yoxdur. Bu da nədən qaynaqlanır? Harınlıq deyilən bir prinsip var. Görməyib deyənə sonradan görəndə dəyişilir. Amma əslində insan sonradan dəyişilməməlidir. Ya görməmişsən də, yoxdur görməmişsən də. Hamı var olası deyir ki, sən kasıb ola bilərsən. Zamanla hər daşlar yerinə oturur və əksər kasıbçılıq da sənin səhvindəndir. Çünki xırda da olsa, kiçik də olsa etik çərçivə daxilində inkişaf meyilli tapmalıydın. Kim deyir ki, sən fahişə ol ya da şərəfsiz ol. İnsan ol. Bu qədər kiçik inkişaf olsa bəsdir. Çalışın hər zaman bu tipli çevrədə olan insanlardan birbaşa şəkildə uzaq olun. Bunlarla nə yaxın, bir qəti münasibət qurmaq olmaz. Və ən son məqamda sizi yarı yolda, yəni sizi pis vəziyyətdə qoya bilərlər. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsində məlumat verə bilərlər.